Zilqədə ayının əvvəli Həzrəti Fatimeyi Məsumə Salamullah əleyhanın səadətli və bərəkətli viladət günüdür. Həzrəti Fatimə Zəhra Salamullah əleyhadan sonra heç bir xanım haqqında, heç bir xanımın bu qədər geniş şəfaətə malik olması haqqında hədis yoxdur. İmam-ı Sadiq əleyhissalam buyurur ki, onun şəfaəti ilə mənim, bizim şiələrimizin hamısı cənnətə daxil olacaq, hamısı. Bu hədis çatdırır ki, Həzrəti Məsumə Salamullah əleyhanın şəfaəti çox genişdir. Xanım geniş şəfaət etmə səlahiyyətinə, ləyaqətinə malikdir. السلام عليك يا بنت موسى بن جعفر